Bu gün danışacağım mövzu həqiqətən də ürək ağrıdan bir mövzudur. İsa Məsih insanın üzərində səlahiyyətə malik idi. Və İsa Məsih bu möcüzəni sənin də həyatında eləyə bilər. Çünki o Rəbb Allahdır. Və Allah da istəyir ki, İsa da istəyir ki, biz də xidmətçi olaq. İnsana Allah demək çox böyük günahdır və heç bir haqq dinə, ağla və məntiqə belə sığmır. Onu da qeyd edim ki, İncilin içində İsa Məsihin Allah olmasını deyən bir cümlə belə yoxdur. Lakin şeytana isə zamanın Allahı deyilir. Qəribə deyilmi? Əziz izləyicilər, gəlin görək bu haqda İncil nə deyir? İsa dedi, rədd ol şeytan, Allahın Rəbbə səcdə et və yalnız ona ibadət et deyə yazılmışdır. Sonradan o Peyğəmbərdir dedi. Bismillahirrahmanirrahim. Bugün danışacağım mövzu həqiqətən də ürək ağrıdan bir mövzudur. Hansı ki, həmyerlilərimiz arasında bu iddianı edənlərin olması daha da bu ağrını qaçılmaz edir. Əlbəttə ki, hər bir kəs öz dinini seçməkdə azaddır. Lakin dini seçəndə də gərək reallığa və məntiqə uyğun olan dini seçəsən. Bunu ancaq İsa eləyə bilər. Bundan o tərəfi varmı? Amma İsa baxır ürəyə. İnsan səhv edə bilər. Amma Allah, bizim Rəbbimiz İsa Məsih heç vaxt səhv etməz. İsa Məsih insanın üzərində səlahiyyətə malik idi. Və İsa Məsih bu möcüzəni sənin də həyatında eləyə bilər. Çünki o Rəbb Allahdır. Və Allah da istəyir ki, İsa da istəyir ki, biz də xidmətçi olaq. İsa Məsih yeganə günahlarımızı bağışlayan xilaskar. Fırtına da gəlsə, sən İsa ilə yaşayırsansa, sən evi də, ocağı da, balaları da, ananı da, papanı da, hər şeyi İsa qoruyacaq. Dedim qardaşım, İsa səni bağışlayanda sən İsanı tanıyırdın. Biz Məsihin bədən üzvləriyik, baş Məsihdir, biz isə bədən üzvləri, baş biz deyilik. O idarə edir hər şeyi. Kimsə İsa Məsihə nəsə deyə bilər. O da başını salıb aşağı, gedib sülhdə ailəsi ilə barışıb yaşayacaqdı. Çünki Tanrıdır. Biz Məsihçiyik, biz imanlıyıq və biz Məsihçi ilə ailə qurmalıyıq. Allah ola bilməzmi? Həm oğul, həm ata, həm də ruh. İnsana Allah demək çox böyük günahdır və heç bir haqq dinə, ağla və məntiqə belə sığmır. Təsəvvür edin, bəziləri iddia edərək deyirlər ki, yeri, göyü, bu qədər qalaktikaları, ulduzları, biz insanları və digər canlıları insan yaradıb, İsa Məsih yaradıb. Bu fikirdə olanları anlamaq olmur. Gah deyirlər, İsa Məsih bizim Allahımızdır, yaradanımızdır, öldürən dirildən odur. Gah da deyirlər ki, İsa Məsih çarmıxa çəkildi, İsa Məsih öldürüldü, İsa Məsih dirildi. Bu iddianı edənlər özləri məgər İncildə oxumurlarmı ki, Allah ölməzdir? Əziz izləyicilər, gəlin görək bu haqda İncil nə deyir? Rəbbimiz İsa Məsihin zühuruna dək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et. Allah onu öz vaxtında zahir edəcək. O, yəni Allah, bəxtiyarlıq mənbəyi olan tək hökmdar, şahların şahı və ağaların ağasıdır. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Əziz izləyicilər, baxın, burada deyilir ki, Allah İsa Məsihi öz vaxtında zahir edəcək. Deməli, İsa Allah deyil və Allah tərəfindən idarə ediləndir. Həmçinin deyir, Allah yeganə ölməzliyə malik olandır, insanlar tərəfindən görünməzdir. Halbuki günümüzün xristianları deyir ki, İsa Məsih yer üzündə insanlara görünürdü və çarmıxa çəkilərək qətl edildi, öldürüldü. Ağıllı insan övladına bu qədər ziddiyyətləri anlamaq çox çətindirmi? İlah və Allah mövzusuna toxunmuşkən qəribə bir məsələyə də toxunmaq istəyirəm. Belə ki, İncildə iblisə, şeytana zamanın, dövrün ilahı və ya Allahı deyilir. Düzdür, kim nəyə tapınırsa o da onun ilahıdır. Bu, fərdi insanlara aiddir. Amma ümumilikdə isə hamıya şamil edərək şeytana zamanın, dövrün Allahı demək çox qəribədir. İncildə deyilir, onları bu dövrün Allahı körəzehin, yəni zehni kör etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı müjdəsinin işığı imansızların üzərinə doğmasın. Zamanın ilahı bütün kainatı və zamanı yaradan uca Allah deyilmi? Elədirsə, şeytana necə zamanın ilahı deyə bilərik? Bu sözə oxşar bizim də bəzi müsəlmanlar sahibə zaman, yəni zamanın sahibi sözünü Allahdan qeyrisinə aid edirlər. Halbuki kainatın da, zamanın da sahibi yalnız uca Allahdır və
bu məsələdə heç kəsi özünə şərik seçməyib. Onu da qeyd edim ki, İncilin içində İsa Məsihin Allah olmasını deyən bir cümlə belə yoxdur. Lakin şeytana isə zamanın Allahı deyilir. Qəribə deyilmi? Ey ağıllı insanlar, yeməyə, içməyə, yatmağa və s. möhtac olan biri Allah ola bilərmi? İncildə bu haqda deyilir. Səhəri gün İsa şəhərə qaydanda acımışdı. Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi, qoy bir daha sənin meyvən çıxmasın. Əncir ağacı o anda qurudu. Əgər İsa Peyğəmbər Allahdırsa, niyə acır? Niyə özünü yeməyə, içməyə möhtac edir? Hər şeyə qadir olan biri özünü belə şeylərə və belə şeylərdən doğan digər şeylərə möhtac yaradarmı heç? Yaxud Allahdırsa, gələcəkdən və hər şeydən xəbərdar olmalı idi. O ağaca yaxınlaşmadan meyvəsi olub olmadığını bilməli idi. Yaşıl ağacı qarğış edib qurutmaq əvəzinə ağacı yaxşılaşdırıb meyvəli etməli idi. O dövrün insanları da İsa Məsihi Peyğəmbər adlandırırdılar və İsa Məsih də onlara irad bildirərək mən Peyğəmbər yox, mən Rəsul yox, Allaham demirdi. İncildə belə deyilir. İsa Yerusəlimə daxil olanda bütün şəhər bu kimdir deyərək sarsıldı. Cəmaət isə deyirdi, bu Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir. Əgər İsa Məsih Peyğəmbər olmasaydı, deyərdi mən Allaham, Peyğəmbər deyiləm. Həmçinin İncildə deyilir, Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi, ağlama. Yaxınlaşıb müafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi, ey cavan oğlan, sənə deyirəm, qalx. Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. Hamını qorxu bürüdü. Aramızda böyük bir Peyğəmbər ortaya çıxdı və Allah öz xalqına nəzər saldı deyərək Allahı izzətləndirdilər. Onda yenə kör adamdan soruşdular, bəs sən bu adam barədə nə deyirsən? Axı sənin gözlərini açdı. Kör adam, o Peyğəmbərdir dedi. Allahın günahkarlara qulaq asmadığını bilirik. Lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. Əzəldən bəri eşidilməyib ki, kimsə anadan gəlmə kör bir adamın gözlərini açsın. Əgər bu adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi. Baxın, əziz izləyicilər, İncilin özündə İsa Məsihin Allah deyil, Peyğəmbər olduğu deyilir. Allah deyil, Allahdan gəldiyi bildirilir. Həmçinin İncildə deyilir, o günlərdə İsa dua etmək üçün dağa çıxdı. O, bütün gecəni Allaha dua etməklə keçirtdi. İsa bir qədər irəli getdi və üzü üstə yerə qapanıb dua etdi. Ey atam, mümkündürsə, qoy bu kasa məndən yan keçsin. Amma mənim yox, sənin iradən olsun. İncildə deyilən bu sitatlardan aydın olur ki, İsa Məsih özü Allaha möhtac idi. Allaha səcdə edib, Allaha dua edib kömək istəyirdi. Əks halda Allah özü hansı Allaha səcdə edib dua edirdi? Yoxsa atəşpərəstlərin dediyi kimi iki Allah vardırmı? Həmçinin İncildə deyilir, baş kahin isə ona dedi, səni var olan Allaha and verirəm, bizə de, Allahın oğlu Məsih sənsənmi? İsa da ona dedi, sənin dediyin kimidir. Baxın, ağıllı həmvətənlər, İsa Məsih, xeyr, mən Allahın özüyəm demədi. İblis dedi, əgər sən Allahın oğlusansa, özünü aşağı at, axı Allah sənə görə mələklərinə əmr edər ki, səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin deyə yazılmışdır. İblis dedi, əgər sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri sənə verəcəyəm. İsa dedi, rədd ol şeytan, Allahın Rəbbə səcdə et və yalnız ona ibadət et deyə yazılmışdır. Bu mətnlərdən də açıq aydın məlum olur ki, İsa Məsih Allah deyil, əksinə İsa Məsih deyir ki, yalnız Allaha ibadət et. Qeyd edim ki, Allaha oğul nisbət etmək olmaz, eləcə də Allaha ata demək olmaz. Onu da qeyd edim ki, İncildə Allah mənim cəsədimdir, yaxud mən Allaham deyən heç bir kəlmə yoxdur. Bu qeyd etdiklərimi insanlara, xüsusən də xalqımıza xeyir istəyərək deyirəm ki, gec olmadan Allaha qayıtsınlar. Əks halda insana Allah deyib, insana ibadət etməyin sonluğu uca Allah yanında çox pis olacaqdır. Uca Allah Quran-Kərimdə buyurur, Allah axirətdə, ey Məryəm oğlu İsa, sənmi insanlara Allahı qoyub məni və anamı ilah edin demisən, buyurduğu zaman İsa Peyğəmbər belə deyəcək, sən pak və müqəddəssən, haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, sən onu mütləq bilərdin. Sən mənim qəlbimdə olanı bilirsən, mən isə sənin özündə olanı bilmirəm. Şübhəsiz ki, qeybləri
gizlinləri bilən sənsən. Digər ayədə Uca Allah buyurur: "Məl Məsih ibn Məryəmə illə rasulun qad xalət min qablihir rusul və ummuhu siddiqa kana ya'kulanit-ta'am. Unzur keyfə nubeyyinu lahumul ayati, thumma unzur anna yufakun." Məryəm oğlu Məsih ancaq bir rəsuldur. Ondan əvvəl də rəsullar gəlib getmişdir. Onun anası isə çox pak, siddiqə bir qadın idi. Onların hər ikisi adi insanlar kimi yemək yeyirdi. Bax gör, biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör onlar haqdan necə üz çevirirlər. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adının altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbul olunmazdır və bu pislənilməlidir. Bəzi xristianlar bizim kitabımızı yandırsalar da, Peyğəmbərimizi cahillik edərək təhqir etsələr də, biz onların kitabını yandırmırıq və onlara göndərilən rəsul olan İsa Məsihi də heç vaxt təhqir etmirik. Digərlərinin də müsəlmanların müqəddəslərinə qarşı ədəbli davranmalarını istəyirik. Təəssüflər olsun ki, elm və həqiqətlə irad bildirməyə bir şey tapa bilməyənlərin silahı həmişə təhqir olur. Biz hər zaman mübarək Quran-Kərimin Uca Allahdan gəlməsini elmi dəlillərlə sübut etməyə hazırıq. İslam dininə görə Məryəm anamız sevilən və toxunulmaz kəslərdən biridir. Uca Allah buyurur: "Bir zamanlar mələklər demişdi: Ey Məryəm, həqiqətən Allah səni seçib, tərtəmiz etdi və aləmlərin, yəni insanların qadınlarından üstün tutdu." Eləcə də İsa Peyğəmbər, Allahın onların hər ikisinə salamı olsun, biz müsəlmanların çox sevdiyi ən əsas 5 rəsul və peyğəmbərlərdən biridir. Uca Allah buyurur: "Mələklər dedilər: Ey Məryəm, həqiqətən Allah öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə şanı uca, şərəfli və Allaha yaxın olanlardandır." Lakin insanı sevməyin bir həddi vardır. Sevib Uca Allahın dərəcəsinə çatdırmaq qəti doğru deyildir. Uca Allah İsa Peyğəmbəri Allah sayanlar haqda danışdıqdan sonra onları bu əməllərdən tövbə etməyə çağıraraq belə buyurur: "Əfələ yətubunə ilallahi və yəstəğfirunə vallahu gafurur rahim." Onlar hələ də Allaha tövbə edib ondan bağışlanmalarını istəməyəcəklərmi? Axı Allah bağışlayandır, rəhimlidir. Ey insanlar, gəlin hər kəsə öz dəyərini verməyi bacarağın və heç bir məxluqu bütün bu kainatın yaradıcısı olan uca, pak Allaha şərik tutmayağın. İbadətimizi, duamızı yalnız Allaha edəyin, nəzrimizi, sədəqəmizi də yalnız uca Allah yolunda verib, kəsdiyimiz qurbanı da yalnız Allah yolunda kəsəyin. Hələlik bu qədər, uca Allaha əmanət qalın.